Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Keçən dərsimiz Allah Subhanahu Taala'nın olub sifətindən oldu və bildik ki, bu sifət Allah Subhanahu Taala'nın zatı sifətidir. Yəni, Allah Subhanahu Taala'nın zatından ayrılmayan bir sifətdir və zatı ilə qaim bir sifətdir. Və həmçinin keçən dərsdə qeyd elədik Allah Subhanahu Taala'nın istava sifəti. Və istava sifətinin əl-uluf sifətindən fərqi o idi ki, istava Allah Subhanahu Taala'nın feili sifətidir. Aydındır. Məsələn, sual verilsə ki, Allah Subhanahu Taala göyləri və yeri xəlq etməmişdən qabaq istava sifətinə, yəni bu feili sifətə növ olaraq, yəni malik idi. Biz deyirik ki, bizə məlum olan budur ki, Allah Subhanahu Taala göyləri və yeri xəlq edəndən sonra ərşinə istava idi. Bizə məlum olan budur. Və məlum olmayan barəsində hökm vermirik, ancaq onu deyirik ki, Allah Subhanahu Taala kainatı yaratmamışdan qabaq və yaradandan sonra və ya ərşinə istava etməmişdən qabaq və ya ərşinə istava edəndən sonra fərq etməz, onun barəsində uluf sifəti sabit idi. Yəni, Allah Subhanahu Taala zatı ilə, bütün sifətləri ilə, şanı ilə, bütün feilləri ilə, ucalıq sifəti ilə sifətlənib. Bu, onun zatı sifətidir və onun zatından ayrılmaz bir sifətdir. Həmçinin, keçən dərsdə istava ilə əlaqəli bəzi məsələləri qeyd elədim və istəyirəm bu dərsdə bidət əhlinin bəzi şübhələrini gətirim. Və istava barəsində onların əsas və məşhur şübhələri budur ki, istava kəlməsini istavlə mənasında yozurlar. Çünki istava ərəb dilində məlumdur. Bir şeyin üzərinə çıxmaq, yüksəlmək, bir şeyin üzərində qərar tutmaq və s. Amma bidət əhli bu istava ləfsini istavlə, yəni hökmü altına aldı. Bu məna ilə təvilləyirlər. Və ümumiyyətlə, bidət əhlinin fərq etməz. Bunlar, yəni əşarilər olsun, ya maturidlər, ya sufilər, ya cəhmi, qədəri, rafisi fərq etməz. İstər bu məsələ olsun, istər qeyri məsələlərdə. Bidət əhlinin belə bir vəsifi var. Necə ki, İmam Şatibi Rəhməhullah Əl-İhsan kitabında gətirir bunu. Deyir ki, bidət əhli üçün önəmli olan dəlilin mövcudluğu deyil. Yəni, bu məsələdə Qur'andan və sünnədən dəlil var ya yox. Bu, onlar üçün önəmli deyil. Onlar üçün önəmli olan o dəlilin əqidələrinə uyğun olub-olmamasıdır. Məsələn, haqq əhli necədir? Haqq əhlinə görə birinci dəlil tapılar, düzdürmü? Sonra o dəlil üzərində hökm qurular, əqidə qurular. Yəni, təməl atılar, sonra bina tikilər. Bunlar isə yox, birinci binanı tikirlər, sonra təməlini axtarırlar. Yəni, özlərindən birinci bir əqidə qururlar, əqidə, batil bir əqidə. Və sonra baxırlar, çıxırlar axtarışa. Görək, qurduqları bu əqidəyə nə tapacaqlar Quran və sünnədən? Nəsə tapsalar, deyirlər ki, hə, bu ayə, bu hədis bizim etiqadı təsdiqləyir. Nəsə tapmasalar, təvilləyəcəklər. Məsələn, tutaq ki, hədis. Əgər bir hədis səhih olsa və bidət əhlinin etiqadına uyğun olmasa, onlar o hədisi rahat bir şəkildə rədd edərlər. Və ya bir hədis uydurma olsun, fəqət etiqadlarına uyğun olsun. O hədisi qəbul edərlər. Çünki onlar üçün önəmli olan hədisin səhih olub-olmamağı deyil. Öz etiqadlarına uyğun olub-olmamağıdır. Bu hədisdə belədirlər. Quran ayələrində isə bunun oxşarıdır. Ayəni rədd edə bilmədiklərinə görə qaçırlar ayənin təvilinə. Təvil də inkardır, təhrifdir. Fərq odur ki, dolayısı yoluna təhrif edirlər. Və bu ayəyə də belə yanaşırlar. Görüblər ki, Quran-ı Kərimdə Allah Subhanahu Taala 7 yerdə məhz istavadan danışır. Yəni Allah Subhanahu Taala'nın
uluv sifətini Quranda isbat edən nə qədər ayə var? Kim deyər? 300-ə yaxındır. Yəni 200-dən artıq ayə var. Məhz Allahı zatı ilə, feili ilə, şanı ilə uluv sifətinə dəlalət edən. Amma məhz feili sifət olaraq istavaya dəlalət edən 7 də ayə var. Və bunlar da bunun şahididirlər. Hər gündə bu Quranı oxuyurlar. Ona görə məcbur olublar bu ayələri təvilləsinlər. Və deyiblər ki, Allah subhanət hala göyləri yeri xəlq edəndən sonra ərşinə istava etdi, yəni ərşi hökmü altına aldı. Və iddia elədilər ki, istavanın mənalarından biri də istav elədi. Yəni hökmü altına almaq. Məsələn, əslində mən ərəb dilində rast gəlməmişəm ki, istavaya istav ilə mənası yüklənsin. Düzdür, məsələn, bəzi lüğətçilər deyiblər. Deyiblər ki, məsələn, istavanın 20-dən çox mənası var. Amma məsələn, mən özüm şəxsən onlara etibar etmirəm. Çünki o lüğətçilərdən eləsi var ki, bidətçidir. Məsələn, tutaq ki, Zəməxşəri. Nə olsun ki, qrammatikada güclüdür. Amma etiqadı Mu'təzilədəndir. Ona görə istər-istəməz bidət əhli bu şey diqqətliyin. Hətta ərəb dili lüğətini də körlüyüblər. Məsələn, ərəb dilini oxuyanda nəhv elmində bunu görürsən. Hətta, məsələn, bidət əhli olub dilçi bir alim, amma etiqadı səhih deyil. Amma dilçi alimdir. Hamı onu dilçilikdə imam qəbul edir. Və öz məqamından istifadə edib. Və ərəb dilçiliyində elə qaydalar qoyub, onun fərqinə varmayan o qaydanı götürüb. Amma əslində o qaydanı götürməklə hər hansı bir sifət iptal olundu, ləğv olundu. Məsələn, məşhur Əcrumiyyədə var bu və Əcrumiyyənin şərhində. Məsələn, orada kəlamı, yəni alim necə vəsf edir? Deyir ki, kəlam olur ki, fayda ifadə eləsin. Yəni, ondan fayda hasil olsun. Yəni, qabağındakı bilsin ki, sən nə deyirsən. Kəlam budur. Fərq etməz. İstər ləfs ilə olsun. Yəni, məsələn, siz mənə sual verirsiniz ki, sənin adın məsələn, vüqardır. Mən deyirəm ki, həm, bəli. Mən neynədim? Dil ilə dedim bunu. Fayda hasil oldu. İndi mən bəli deməyim. Götürün bir kağıza yazın bəli. Sizə bunu göstərim. Bu sizin üçün cavab oldu? Cavab oldu. Və ya nə yazmayım, nə də dil ilə deməyim. Bir dənə başımı aşağı eləsəm belə, işarə etsəm, sizin üçün bu cavab oldu, düzdürmü? Məsələn, ona görə qayda qoyub ki, orada kəlam odur ki, ondan fayda hasıl olsun. Fərq etməz. O ləfs olsun, yazı olsun və işarə. Subhanallah. Bu, Mu'təzilənin kəlama qoyduğu qaydadır. Mu'təzilənin kəlama qoyduğu qaydadır. Çünki biz kəlamı bu cür götürsək, sonra Mu'təzilə bizə deyəcək ki, Allahın Musa ilə danışması da bu cürdür. Və kəlləm Allah Musa təklimə, Allah Musa ilə danışdı, yəni işarələrlə. Çünki kəlam odur ki, ondan fayda hasıl olsun, şərt deyil ləfsində, hətta işarə olsa da olar. Ona görə olub belə şeylər. Hətta qrammatikaya salıblar öz etiqadlarını, hansı ki, ərəblər bu ləfsi bu cür işlətməyiblər. Ona görə İbn-i Qeym Rahmanullah Səvaqul Mursələdə İstavanın ərəb dilçiliyində növlərindən danışanda cəmi 4 dənə növü gətirir. Ərəb dilçiliyində, yəni 4 dənə növünü gətirir. Qoy olsun 5-6, yəni bundan artıq olmaz. Hər bir halda bizim üçün önəmli olan bu deyil. Önəmli olan Quranda istava ləfsi necə gəlib. Çünki dəlil Qurandan götürülüb. Bu məsələdə bizim dəlilimiz Quran, yəni Quran ayəsi üzərindədir. Və münaqişə də bu ayələr üzərindədir. Və Quranda da istava ləfsi 3 cür gəlib. Daha doğrusu 2 cür. Biri gəlib mutlaq olaraq. Mutlaq, yəni hərfi cərsiz. Ön qoşma olmadan bizim dildə. Bir də var müqayyət gəlib. Yəni hər hansı hərfi cərlərlə. Bir gəlib ilə istiqamət. Bir də alə.
Məsələn, bu formada. İstava, mutlaq və müqayyət. Mutlaq odur ki, yəni heç bir hərfi cər yoxdur. Məsələn, fikir ver. وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَى Qasas surası 14-cü ayədir. Əgər istava sözü hərfi cərsiz gəlsə bu cür. Mənası odur ki, kamulə, yəni kamilləşdi. Necə ki, Musa aleyhissalam barəsində. Deyir ki, o güclülük çağına çatdı və kamilləşdi. Deməli, istava nə mənanı verdi? Mütləq gəlsə. Mütləq gəlsə. Bax, bu bir önəmli qaydadır ki, ərəb dilində kəlmələri heç vaxt tək götürmüyor. Məsələn, İbn-i Qeym Rahmanullah Savaqul Mursələdə bu arada geniş danışır. Hətta 50 vacih gətirir, 50 növ gətirir, bu məsələdən danışır. Yəni, ən böyük problem budur ki, ərəb dilində kəlmələri fərd olaraq götürüblər. Amma ərəb belə götürmür. Ərəb kəlmədən məna başa düşür necə? O kəlmənin yanında olan kəlmələrə əsasən. Ona görə istava kəlməsi mütləq gələndə budur, yəni kamilləşmək. Ancaq bir də Quranda gəlib müqayyət. Müqayyət, yəni hər hansı bir kəlmə ilə yanaşır. Və Quranda iki növ gəlib. Bir ilə, hərfi cəri ilə, məsələn, ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ Fussilə surası 11-ci ayə. Yəni Allah Subhanahu taala duman halında olan səmaya yönəldi. Yəni istava ilə mənasında gələndə bu mənadadır. Yəni iradə ilə, bir niyyət ilə bir şeyə yönəlmək, bir şeyə qəsdləmək. İstava ilə, hərfi cəri ilə gəlsə. Bir də Quranda gəlib istava alə hərfi cəri ilə. Məsələn, litəstavu alə zuhurihi. Zuhruf surası 13-cü ayə. Yəni Allah Subhanahu taala burada danışır heyvanlardan, minik heyvanlarından. Və Allah Subhanahu taala onları bizə nə üçün, bizim üçün nə üçün xəlq edib? Filan səbəblərə görə o səbəblərdən də biri budur. Litəstavu alə zuhurihi. Onların üzərinə minəsiz. Fikir ver, istava litəstavu alə. Hərfi cəri ilə gələndə üzərinə çıxmaq mənasını verir. Bu ərəb dilində belədir. Və ya məsələn, Hud surəsində Allah Subhanahu taala buyurur: "Vastavat alal cudi." Nuh əleyhissalamın gəmisi barəsində ki, o dağın üzərinə qərar tutdu. Orada da istava sözü alə gəlir. Və ya məsələn, Fatih surəsi 29-cu ayə. "Fastava ala suqihi." Fastava ala suqihi. Öz kökü üzərində qərar tutdu. Yəni, istava alə hərfi cəri ilə gələndə bu mənanı verir. Yəni, kim bundan əksini iddia etsə, ərəbin bilmədiyi bir şey iddia etmiş olur. Yəni, ərəb deyir ki, sən mənim dilimlə danışırsansa, mənim dilimdə belə bir qayda yoxdur. İstava alə hərfi cəri ilə gələndə mənası budur. Qərar tutmaq, üzərinə yüksəlmək və s. Və bundan da çox ayələr var. Yəni, mən hansı ki, üstörtünü qeyd elədim. İstava kəlməsinin alə hərfi cəri ilə gəlməsi. Bütün yerlərdə bu mənaları verir. Yüksəlməyə, qərar tutmaq və s. İndi fikir verin, Quran-ı Kərimdə Allah Subhanahu taalanın ərşə istavasından bəhs edən ayələr necədir? Hamısında alə hərfi cəri ilə gəlir. Məsələn, Ar-Rahmanu aləl arş istava. İstava alə hərfi cəri ilə gəldi. Və ya huvəl-ləzi xalaqas səmavat vəl-arda fi sittətə əyyəm sümmə istava aləl arş. Məna qətidir. Və bu mənadan qeyr bir məna iddia edən dəlil gətirməlidir. Biz deyəndə ki, dəlil gətirməlidir, onlar belə bir dəlil gətirirlər. O da məşhurdur, çoxsuz da bəlkə bilir bunu. Bir şeirdir, bir kupletdir. Qad istava bişrun aləl İraq min xeyri seyfin və da min mihraq. Yəni, bir şiir İraqı istila etdi, qılıncsız və qansız. Orada gəlir ki, Bişrun qad istava aləl İraq. Gətirirlər ki, istava kəlməsi bu şeirdə alə hərfi cəri ilə gəlir, amma mənası istila etməkdir. Qad istava Bişrun aləl İraq. Mənası, yəni,
düz mənası o mənanı vermir, hələ onların dediyi kimi qəbul etsək. Necə Şeyx Hüseymin deyir, məna da o mənanı vermir. Hələ güzəştləsək və desək ki, tutaq ki, siz deyən mənanı verir, yəni istilah mənasını, onda biz deyirik ki, bu şeir kimin şeiridir? Yox. Ümumiyyətlə, xristiyan olsun, kimdir müəllifi? Yəni, etibarlıdır, kimdir? Heç müəllifi bilinmir. Bu şeirin müəllifi bilinmir. Yəni, ərəb dilində şeirdən dəlil gətirmək var. Fərq etməz, cahiliyə şeirlərindən. Cahiliyə şeirlərindən dəlil gətirmək şərəfdir. Çünki cahiliyə dövrü ərəblərin şeiridir, körlanmayıb, hələm safdır, bədəvi ərəblərin şeirləri. Yaxşı, bu kimin şeiridir? Bilinmir. Baxma ki, bu o mənanı da verir. Həmçinin bu ayədə iki dənə məsələ var. Huvəl-ləzi xalaqas-səmavati vəl-arda fi sittəti əyyam sümmə istəvə aləl-arş. O Allah hansı ki, göyləri və yeri 6 gündə xəlq etdi, sonra ərşə istiva etdi. Bu ayədə istava alə ləfsindən savayı iki dənə də ləfs var ki, bu da birbaşa əhl-i sünnətin etiqadını təsdiqləyir bu məsələdə. Onlardan biri arş kəlməsidir. Əgər bu ayənin mənasını onların zənn etdiyi kimi götürsəydik, məsələn belə, Allah subhanət hala göyləri və yeri 6 gündə xəlq edəndən sonra ərşi hökmü altına aldı. İndi sual ortaya çıxır. Göy və yer Allahın hökmündən kənardadır? Cavab yox. Axı Allah subhanət hala göyə və yerə istavadan danışmadı. Onda biz deyək ki, فَإِنَّهُ istava aləl-qamar, istava aləl-şəms, istava aləl-ard. Var şərqiyyətdə belə şey. Allah günəşi, ayı, günəşə, aya istava etdi. Çünki bunlara görə hökmü altına almaqdırsa, onda bunların hamısı deyilməlidir. Amma Quranda istava kəlməsi ki, alə hərfi cəri ilə 7 yerdə keçir, fikirlərin hamısında nədən danışılır? Arşdan. Məgər tək arş Allahın hökmündədir. Bu özü dəlildir ki, söhbət o deyil. Zaten istava alə hərfi cərini o mənanı da vermir. İkinci məsələdə sümmə ləfsidir. Sümmə tərtibdir. Bunların mənası ilə götürsək ki, istav ilə hökmü altına aldıq. İndi mənasına baxın. Allah göyləri yeri yaradandan sonra ərşi hökmü altına alır. Yəni göyləri yeri xəlq etməmişdən qabaq, ərş onun hökmündən kənarda olub. Çünki sümmə onu tələb eləyir. Sonra göyləri yeri 6 gündə yaratdı, sonra ərşi hökmü altına aldı. Bunlar hamısı küfürdür. Burada başqa bir məna da var. Əgər istavaya bu mənada istav ilə mənasını yükləsək, onda elə çıxır ki, göyləri, yeri xəlq etməmişdən qabaq, ərş başqa birisinin hökmü altında olub, onun mülkü olub, və sonra Allah subhanətə ala onu istila edib. Çünki istila mənası, sözün mənası budur. Kimin hökmü altındadır? Sən gedib onu istila edirsən. Yəni, var gücünlə ələ keçirirsən. Bütün bunlar Allah subhanətə ala təndir. Hamısı. Yəni, onlar əslində Allah subhanətə ala tən edən qövmdülər. Özlərinin də xəbəri yoxdular. Həmçinin onlar bu məsələdə dəlil gətiriblər Quranda olan maiyyə ayələrini. Yəni, məsələn, o ayələr ki, Allah subhanət hala deyir ki, siz haradasınızsa, Allah oradadır. Hədis surəsində. Və Mücadələ surəsində 4 nəfər söhbət edirsə, 5-incisi Allahdır, 5 nəfər 6-incisi Allahdır. Bundan çox, az olsun, neçə nəfər olsun, siz haradasınızsa, Allah oradadır. Mücadələ surəsində olan ayə. Bu ayələri götürüblər və bu ayələr ilə Allah subhanət halanın uluf sifətini, yəni zatı ulufluğunu inkarləmək istəyiblər. Və Əhl-i Sünnə və Cəmanın bu məsələdə bunlara cavab belədir. Əhl-i Sünnə və Cəma deyir ki, əslində Allahın maiyyə sifəti, maiyyə, yəni ərəb dilində hərfi cərk var, ma'a, yəni birlikdə. O hərfdən götürülür. Maiyyə, yəni Allahın
birlikdə olma sifəti. Bu ayələri əhl-i-sünnətə dəlil gətiriblər. Ki, bu ayələr dəlildir ki, Allah subhanət hələ ərşinin fövqündə deyil. Və bizim cavabımız belədir. Birinci, əhl-i-sünnə Allahın zatı uluv və istava kimi, feili sifətini də qəbul etdiyi kimi, Allah subhanət hələ maiyyə sifətini də qəbul edir. Yəni, onlar bunu bizə elə dəlil gətirirlər ki, güya biz Allah subhanət hələ maiyyə sifətini inkar edirik. Biz inkar etmirik ki, biz bunu da qəbul edirik. Biz hamısını qəbul edirik. Siz nəfsinizə və etiqadınıza uyğun olanı qəbul edib, uyğun olmayanı rədd edən. Və ona görə Quranda maiyyədə iki növ gəlib, iki cür gəlib. Onlardan biri ümumi mənadadır, biri də ki, xüsusi mənada. Məsələn, ümumi mənada olan maiyyə budur ki, məsələn, وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ Hədis surəsində. Siz haradasınız, Allah oradadır. Bu, maiyyənin dəllidir, ümumi maiyyədir. Yəni, Allahın ümumi birliyi. Yəni, fərq etməz. Müsəlman olsun, mömin olsun, kafir olsun, insan olsun, heyvan olsun, canlı olsun, cansız olsun. Fərq etməz. وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ Siz haradasınız, Allah oradadır. Bu, ümumi maiyyədir. Bu, birinci növdür. Yəni, Allah subhanət hələ məxluqatı ilədir. Necə? Elmi ilə, qüdrəti ilə. Bunun da dəlili gələcək. Bir də var xüsusi maiyyə. Xüsusi maiyyədə iki növdür. Var şəxs ilə müqəyyəd olan, var vəsf ilə müqəyyəd olan. Şəxs ilə vəsf ilə nədir? Yəni Allah bərabərdir xüsusi şəxslərlə. Bu Allahın maiyyəsidir, müqəyyəd bir şəxs. Şəxs ilə qeydli olan maiyyəsi. Məsələn, Tövbə surəsi 40-cı ayə. Allah subhanət hala orada Peyğəmbərin dilindən deyir, mağarada Abu Bakra Allah Rasulü nə deyir? Lə təhsən, innallaha ma'ana. Yəni, üzülmə, Allah bizimlə bərabərdir. Yəni, şəxs olaraq. Şəxslər söhbət getdi. Çünki o mağarada kim idi? Abu Bakrına Ömər. İnnallaha ma'ana. Allah bizimlədir. Abu Bakrına Peyğəmbər sallallahu aleyhi ve sellem. Bir də var Allahın maiyyəsi. Müqəyyəd bi vasf. Yəni, xüsusi vəsflərə, xislətə, xasiyyətə sahib olanla Allahın birliyi. Məsələn, innallaha ma'as sabirin. Allah səbr edənlər nədir? Yəni, kim səbir vəsfinə layiqdirsə, Allah onun adı. Nəyi ilə? Yəni, yardımı ilə. Yaxşı, sual verə bilərsiniz ki, və bidətçi belə bir sual verə bilər. Yəni, ağlına bu sual gələ bilər. Deyər ki, onda siz də Allahın maiyyə sifətini nə elədiniz, bu ayələri? Təvillədiniz. Biz deyirik ki, bəli, biz təvillədik. Amma sən ki, bizi təvildə ittiham edirsən, sənin təvildən qəsdin nədir? Əgər qəsdin odursa ki, biz bu ayələri zahiri mənasından çıxarıb, bu ayələrə məcaz hökmünü yüklədik, yox, belə elədik biz. Belə eləmədik. Biz elə ayələrin zahiri hökmündən danışırıq. Biz ayələrin zahiri hökmündən danışırıq. Əgər siz təvil sözü ilə bunu qəsd edirsinizsə, biz belə eləməmişik. Hə, təvil sözü ilə qəsdiniz təfsirdirsə, Quran və sünnəyə uyğun və ərəb dilinin qaydasına uyğun təfsir etmişik. Yəni, ayırmışıq ki, maiyyəni ispat edirik. Bu təfsirimiz, fikir verin, bu önəmli qaydadır. Bu təfsirimiz, bu sifətin, Allahın maiyyə sifətinin inkarına xidmətlədir, isbatına. Bizim təfsirimizlə sizin təfsiriniz burada fərqlənir. Siz hansı ayəni təfsir etməyə qalxmışsınızsa, nəticə ona gətirib çıxar ki, ayələri inkar eləmişsiniz. Sizin təfsiriniz Allahın sifətlərinin inkarına qulluq edir. Bizim təfsirimiz Allahın sifətlərinin isbatına. Bu təfsir budur. Yəni, ayırdıq ki, Allahın maiyyəsi ümumidir, xüsusidir, şəxslə, vəsflə müqəyyəddir, qutardı. Bunun dəlli Quran və sünnə və ərəb dilidir. Çünki bunlarda problem nədir, yenə də deyirəm. Bu, inşallah gələn dərsdə mən bunu geniş danışaram. Yəni, onlar götürüblər kəlmələri tək-tək. Bu, onlarda problemdir. Amma ərəb dilində kəlmə tək olaraq fayda vermir.
Ta ki onu sən cümlənin içinə salmadıqca. Ərəblərdə ona siyaq deyirlər. Yəni, cümlənin gəliş üslubundan bilinir ki, bu cümlədəki o kəlmənin mənası nədir? Bayaqlar gördünüz, istava elə Quranda 3 dənə mənaya gəldi. Amma kəlmə olaraq. Bu kəlmə təkdir istava. İndi mən sual verirəm. Qardaş, istavanın mənası nədir? Yox, istava fərd olaraq heç nə deyə bilməyirsən sən. Çünki sən nə məna desən, deyəcəm başqa mənası da var axı. Ona görə mən desəm ki, istavanın mənası nədir? Sən deməlisən ki, məsələn, cümlədə işlət deyim. Əgər mən onu hərfi cərsiz işlətsəm, məsələn, bu ayədəki kimi. وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَى Sən deyəcəksən ki, ey kamulə, yəni kamilləşdi. İlənə işlətsəm, ثُمَّ اسْتَوَى إِلَى السَّمَا deyəcəksən ki, yönəldi. Alə hərfi cəri ilə işlətsəm, deyəcəksən ki, yüksəldi, qərar tutdu, üzərinə çıxdı və s. Ona görə ərəb dilində bu qaydadır. Hərflər tək götürülməz. Maiyyə də belədir. Ərəb dilindən xəbəri olan və ya olmayan bir insana sual ver. Bu ayədən nə başa düşdün? Allah subhanahu ta'ala Hadis surəsində deyir. Ya'lamu ma yalicu fil ardı və ma yaxrucu minha və ma yanzilu minəs-səmai və ma ya'rucu fiha. Yerdən nə çıxırsa, yerə nə girirsə, səmaya nə qalxırsa və səmadan nə enirsə, hər şey bilir o. Və huve ma'akum eynəmə kuntum. Niyə görə? Çünki siz haradasa Allah oradadır. Vallahu bimə ta'maluna basir. Və bütün etdiklərinizi görəndir. Nə başa düşdün? Allahın bizimlə bərabərliyindən nə başa düşdün? Yəni Allah subhanahu ta'ala elmi və görməsi ilə sizinlədir. Çünki, baxın, maiyyəni bidət əhlinin zənn etdiyi kimi, zatı bərabərliyi kimi qəbul etsək, əslində ma'a hərfi cəri mütləq olaraq bu mənanı vermir. Məsələn, Fətih surəsi 29-cu ayə, Muhammedur Rasulullah vəllezine ma'ahu. Muhammed Allahın Rasuludur, onunla bərabər olanlar. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmlə zatı bərabərliyə qalanda, kafirlər də onun yanındaydı, münafiqlər də. Söhbət bunlardan gedir, söhbət möminlərdən gedir. Yəni, vəllezine ma'ahu, onunla bərabər. Yəni nə? İmanda onunla bir olanlar. Bu haqq yolunda onunla bir olanlar. Yəni, maiyyədən qəsd tək o deyil ki, bir şeyin bir şeyə qatışması. Yəni, Allah bizimlədir, yəni zatı ilə bizə qatışıb, məxluqatına girib. Əsla. Əgər belə olsaydı, onda onların özlərinin bizə qarşı gətirdiyi dəlillər onların özlərinə qarşıdır. Məsələn, İnna Allaha ma'as sabirin. Allah səbr edənlərlədir. Onda Allah səbr etməyənlər nə deyil? Çünki onlara görə belə çıxdı. Bax, İnna Allaha ma'as sabirin. Allah səbr edənlər nədir? Əgər bu zatı bərabərlikdirsə, səbr edənlərin yanındadırsa, deməli səbr etməyənlərin yanında Allah yoxdur. Bəs o biri ayədədir, və huvə ma'akum eynəmə kuntum, sərdassa Allah oradadır. Quranda tənaqus, ziddiyyət var. Və Allah subhanahu ta'ala deyir, Tövbə 40-da, Lə təhsənə innallaha ma'ana. Kədərləmə, Allah bizimlədir. Yəni Allah subhanahu ta'ala mağarada idi, Allaha məkan verdi. Və Allah subhanahu ta'ala Hud surəsi 46-cı ayədə Musa aleyhissalamla Harun aleyhissalam Fironun yanına gedəndə onlara deyir, Lə təxafə, və ikilikdə gəlir. Bu laf dəhşətdir. Lə təxafə, deyir, qorxmuyor, yəni ikimiz. İnnəni mə'akumə, mən sizin ikimizlə bərabərəm. Necə başa düşürsən? Yəni, Allah subhanətlə həmin anda Musa aleyhissalamla, yəni zatı bərabərliyi götürsək, Harun aleyhissalamın yanında idi, bütün məxluqatdan xali idi. Nə başa düşdü? Ayənin davamında deyir. İnnəni mə'akumə, mən sizin ikimizlə bərabərəm. Əsma'u və əra, sizə eşitir və görürəm. Subhanallah. Allah subhanə özü deyir. Yəni, biz ayəni təvil etdik. Yəni, ayəni zahiri mənasından çıxartdıq, ona məzaz yüklədik. Yox, vallahi. Biz ayəni elə zahiri mənasında götürmüşük. Fərqimiz ondadır ki, biz bu kəlməni tək yox, cümlənin içərisində götürmüşük. Və Quran, sünnə və ərəb dilçiliyi nəyi bizdən istəyir? Və bunun tələbinə cavab vermişik və bu cürdə qəbul eləmişik. Həmçinin burada başqa bir məsələ də var. Bu da məsələn sual verilir. Deyilir ki, Allahın
uluf sifəti və maiyyə sifəti bir-birinə ziddir? Cavabdır ki, yox. Artıq bunu dediyim, biraz da xülasə edirəm. 1. Allah subhanət halanın kəlamında heç bir ziddiyyət yoxdur. Allah subhanət hala deyir, Ar-Rahmanu aləl arş istava. Rahman ərşə istava etdi, yüksəldi. Və həmçinin deyir ki, və huvə ma'akum eynəmə kuntum. Siz haradasa Allah da oradadır. Bu bir-birinə zidd deyil. Bidət əhli bunu əks görsələr belə zidd deyil. Çünki Allahın kəlamında heç bir ziddiyyət yoxdur. Ona görə İbn Teymiyyə rahmeullah da Aql və Naql kitabında 1-ci cilddə 46-48-ci səhifələrdədir. Orada deyir ki, yəni əgər ağılla, yəni əqillə nəqil, ağılla nəqil, yəni Quran və sünnə bir-birinə zid kimi görünsə, əslində bu görünə bilməz. Qeyri-mümkündür. Şayət kimsə bunu iddia eləsə, bilin ki, ya ağılda nəsə problem var, ya da nəqildə. Nəqildə olan problem odur ki, gətirilən hədisdir, nədirsə, ya səhih deyil, gətirilən ayətsiz bu məsələnə əlaqəsi yoxdur. Nəqildə problem var. Ya da əqildə problem var. Kim ki, o Quran və sünnəni ağla zid görübsə, onun öz ağlında problem var. Ki, o iki məsələni uyuşdura bilməyib. Ona görə biz deyirik ki, bidət əhlinin ağlında problem var bu məsələdə. Çünki onların iddiasına görə Quranda ziddiyyət var. Allahın uluf sifəti ilə maiyyə sifətini bir-birinə zid görüblər. Və Quranda ziddiyyət ola bilməz. Və ikincisi, biz əslində bu şeyi məxluqat üzərində də müşahidə edirik. Necə ki, Əbu Hanifə rahmeullah deyir ki, misal gətirir. Hansı ki, bir qadın ona gəlir, deyir ki, və huvə ma'akum eynəmə kuntum. Bu ayəni, yəni, Hadis surəsindəki ayənin axırındakı bu ibarəni sual verir. Deyir ki, siz haradasa Allah oradadır. Əbu Hanifə deyir ki, bu ona bənzəyir ki, sən uzaq bir məkanda olan dostuna məktub yazmısan və deyirsən ki, narahat olma, mən sənəyəm. Amma həqiqətdə sən zatınla, onunlasan, onun zatına bitişmirsən, qarışmırsan ona, yox. Yəni, bu ərəb dilində işlənir və bu məxluqatda da görünür bu şey. Və məsələn, başqa bir misal, Şeyxülislam İbn Teymiyyə rahmeullah Əqidatul Vasatiyyədə gətirir bunu, ay misalını. Məsələn, deyir ki, səfərə çıxan şəxs, hamı bunu müşahidə edir. Hara gedirsən, ay sənədir. Sən ayı ötüb kesə bilərsən, hara gedirsən və ay sənə gəzir. Deyir, səfərdə olan adam belə bir ifadə işlədir. Mən hara gedirəmsə, ay bizimlədir. Bax, ay əslində zatı ilə səmadadır, səmadadır. Bu həqiqətdir, həqiqətdir. Və ay bizimlədir deyəndə, həqiqətən bizimlədir, həqiqətən bizimlədir. Nəyi ilə? Nuru ilə, işığı ilə, görüntüsü ilə və s. Fikir ver, hətta bu bir məxluq üzərində caizdir. Ay, Allahın yaratdığı məxluqdur. Hətta onun üçün bu caizdir. Yəni, bidətçilərin ziddiyyət gördüyü bir şey ayda mümkündür. Zatı ilə səmadadır, həm də bizimlədir. Və sən təsəvvürlə, xaliqdə bu necə mümkün olmasın? Hansı ki, o, çəkilən və çəkilməyən bütün misallardan ucadadır. Və çəkdiyi misallar, Allah subhanət halanın zatı və sifətləri qarşısında heç nə deyər. Bu, əslən, misal deyilik. Misal deyilik bu. Yəni, Allahın zatına, yəni Allahın uluf və maiyyəsinə nisbətdə bu misal heç nədir. Biz bu misalı aciz ağlımızla çəkirik, bir-birimizi başa salmaq üçün. Və deyirik ki, əgər məxluqda bu mümkündürsə, xaliqdə necə? Həmçinin bunun eynisi, məsələn, başqa bir hədis də var. Allah subhanət hala namaz qılanla qiblənin arasına girər. Və başqa ləfsdə gəlir ki, namaz qılan qabağına tüfürməsin, çünki Allahın vəkhi üzü onun önündədir. Bu hədislər də eyni bu cürdür. Biz deyirik ki, 1. Allah subhanət halanın istava sifətini də qəbul deyirik, bu sifətini də qəbul deyirik. Və biz deyirik ki, bəli, Allah subhanət hala namaz qılanın önündədir. Qiblə ilə onun qabağındadır.
Bu təsdiqləyirik bunu. Biz bunu inkarləmirik ki, bunu bizə dəlil gətirsinlər. Və burada heç bir ziddiyyət yoxdur. İkincisi, yəni həmin misala qayıdıram. Belə şey məxluqatda da mümkündür. Məsələn, sən düz bax üfüqə, günəş çıxır. Deyirsən ki, günəş mənə üzbəyüzdür. Həqiqətdə üzbəyüzdür ya yox? Həqiqətdə üzbəyüzdür. Amma o, səmadadır. Özü gör, harada? Subhanallahil azim. Hətta bu məxluqda mümkündür. Sən üfüqdən çıxan günəşə bunu deyirsən. Üçüncüsü, yenə də Allah bütün misallardan ucadır. Və bunu çəkdiyi misal, Allah subhanət alanın bu məsələdəki zatı və feili misalının yanında heç nədir. Yəni, misal çəkə bilmərik. Başa düşmək üçün çəkirəm. Ki, məxluq üçün mümkündürsə, xaliq üçün necə? İndi qeyd edəcəyim məsələlər biraz gəliş məsələlərdir. Buna görə çalışacağım mən başa salın. Siz də çalışın, biraz başa düşün. Yəni, yaxşı başa düşün. Ona görə lazımdır ki, yəni, dəqiq dinləyəsən bunu. Çünki şübhə özü, biz məcburuq bu şübhələrə cavab verək. Mövzu yəni də Allahın istava, uluf sifəti barədadır. Şübhələrdən biri də cihəddir. Cihəd. Cihəd, yəni yön, istiqamət. Məsələn, işıq hansı istiqamətdədir? Əllə işarə elədir, göstərdi yuxarıda. Bu qardaş sağımdadır, bu qardaş solda, bu qardaş öndə, divar arxamda. Bunlar hamısı istiqamətlərdir. Yəni yön. Ərəblər deyir cihə. Hansı ki biz deyirik cihəd. Və bunlar bidət əhli deyib ki, bütün cihətlər məxluqdur. Zahirən götürəndə düz deyirlər. Bütün cihətlər məxluqdur. Çünki sonradan yaradılıb. Və ya belə deyiblər. Bir şeydə ki cihət var, deməli o yerdə məxluq var. Və belə deyiblər. Hər məxluq bir cihətdədir, bir göndədir. Həqiqətən də belədir. Ona görə deyiblər, əgər Allahın istava sifətini qəbul etsək, deməli biz Allaha bir yön, istiqamət, cihət nisbət etmiş oluruq. Ki bu da Allahın bir məxluqda olduğunu deməkdir. Çünki cihətlər məxluqdur. Sən desən ki, Allah filan cihətdədir, istiqamətdə göndə, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edib. Dedi ki, şahid ol yarə. Təbii ki, bidətçilər bu hədisləri qəbul etməzlər. Ona görə biz məcburuq onların bu iddialarına əqli cavab verək. Necə ki, İbn-i Teymiyyə Rəhməlullah deyir ki, bidət əhlinin əsma və sifətlər və qeyri məsələlər olsun. Haqq əhlinə qarşı dəlil gətirdiyi elə bir ağlı dəlil yoxdur ki, onun rəddi elə ağılın olmasın. Çünki, qardaşlar, sarih ağıl ki var, düzgün ağıl, axmaq ağıl yox, düzgün ağıl. Quran və sünnə təsdiqləyir. Şəriyyəti inkar edə bilməz. Və ya belə deyə bilərik. Şəriyyət ağla zid bir şeyi hökm olaraq qoya bilməz. Quran və sünnə ağla zid bir şeyi bəyan edə bilməz. Necə ayələrdə gəlir, ləalləkum təqilun. Biz Quranı ərəbcə nazil etdik ki, siz bunu başa düşəsiniz. Əgər Quran ağla zid bir şeyi nazil etsəydi, biz bunu necə başa düşə bilərdik ağıllarımızla? Və bu məsələdə bizim cavabımız belədir. Biz bir deyirik ki, və mən bu cavabları Şeyxülislamın kitablarından toplamışam və hətta məsələ o qədər uzundur ki, və istəməmişəm ki, yəni bir kəlməni çıxarım. Çünki bir dənə kəlməni çıxartsam, elə bilir ki, zəncir kimidir. Bir halqa ortadan çıxdı və salam, bitirdim məsələni. Birincisi biz deyirik ki, cihət ləfsi mücməl bir ləfsdir. Mücməl nədir? Yəni, onun təfsilatı ehtiyacı var. Yəni, üstü örtülü bir ləfsdir. Yəni, 100 dənə mənaya gələ bilər. Ona görə biz deyirik ki, sən cihət deyəndə nəyə qəsd edirsən? Yön, istiqamət deyəndə sənin qəsdin, məqsədin nədir? Çünki bəzən bu ləfs ilə, yəni cihət ləfsi ilə Allahdan qeyri mövcudatların olduğu istiqamət nəzərdə tutula bilər.
İstiqamət deyəndə Allahdan qeyri-mövcudların olduğu istiqamət nəzərdə tutula bilər. Məsələn, bu qapı bir istiqamətdədir, amma Allahdan qeyri bir mövcuddur. Düzdürmü? Bəzən bu nəzərdə tutular. Bu zaman cihad nə sayılır? Məxluq sayılır. Bəzən cihad Allahdan qeyri mövcudatların olduğu istiqamət nəzərdə tutulur. Məsələn, qapı bu yöndədir. Bu mənada cihadı götürsək, bu mənada, baxa, ümumən cihad demirik. Deyirik ki, bu mənada olan cihad nədir? Məxluqdur, sonradan yaradılır. Məsələn, ərşin, göylərin varlığı kimi. Məsələn, ərş, göy, yer və gördüyümüz hər şey hərəsi bir istiqamətdədir. Yəni, hərəsi bir cihəddədir və bu mənadakı cihəd nədir? Məxluqdur. Çünki sonradan yaradılır. Ancaq bəzən də bu cihəd ləfsi ilə Allahdan qeyri mövcudun olmadığı, bəzən də bu cihad ləfsi ilə Allahdan qeyri heç bir mövcudun olmadığı istiqamət nəzərdə tutula bilər. Bu mənada nəzərdə tutulan cihad də aləmin fövqi sayılır. Aydındır? Yəni də təkrarlayıram. Bəzən də cihad, yəni yön, istiqamət ləfsi ilə Allahdan qeyri mövcudun olmadığı istiqamət nəzərdə tutula bilir. Məsələn, ərşin fövqündə Allahdan qeyri nə var? Bəzən də cihad ləfsi ilə fikir ver. Allahdan qeyri heç bir mövcudun olmadığı istiqamət nəzərdə tutula bilər. Bu mənada cihad işlənəndə nəzərdə tutulur bir dənə şey, aləmin fövqi. Bu mənada Allah bir cihəddədir. Bu mənada. Baxa, mən demirəm Allah cihəddədir. Qeyd deyirəm, bu mənada. Və belə deyə bilərik. Deyə bilərik ki, cihad ləfsindən var olan bir mövcud olan bir şey qəsd edilə bilinəcəyi kimi, aləmlərin kənarı kimi qeyri-mövcud olan bir şey də qəsd edilə bilər. Cümlələr dəqiq daha. Çünki aləmin fövqündə mövcudat var, Allahdan savayı. Yəni, bir məxluq var, indi cihad ləfsindən nə danışırsan? Çünki sən cihad ləfsini deyəndə məxluqatla bağladın. Dedin ki, cihad məxluqdur, cihad odur ki, onda məxluq var, filan peşməkan. Ona görə bu məsələdə təfsilata giririk. Məsələn, bir insan desə ki, Allah heç bir cihətdə deyil. O düz deyir, ya səhv deyir? Qardaş deyir, səhv deyir. Qardaş, hə. Və ya desə ki, Allah bir cihətdədir. Yəni, hökm verə bilmirsən. Düz deyir, ya səhv deyir. Fikir ver. Bir insan desə ki, Allah bir cihətdədir, bir istiqamətdədir, bir göndədir desə, və ya belə desə, Allah bir istiqamətdə deyil. İnkar etsə və ya ispat etsə, sən niyə deyə bilməyəcəksən ki, düz deyir, nə də deyə bilməyəcəksən, səhv deyir. Ta ki, onun qəsdini bilmədikcə. Ona görə bir şəxs desə ki, Allah heç bir cihətdə deyil. Onda biz onu deyərik. Sən bu cihət, istiqamət, yön, ləfsi ilə nəyi qəsd edirsən? Mövcud olan məxluq bir şeyi, bunu qəsd edirsən. Əgər belədirsə, heç şübhəsiz Allah heç bir məxluqatın daxilində deyil. Bu mənada heç bir cihətdə deyil. Yox, sən əgər cihət ləfsi ilə aləmin kənarını, yəni qeyri-mövcudluğu, məkansızlığı nəzərdə tutursansa, biz buna nə deyirik? Bəli. Çünki Allah aləmin fövqündədir. Xülasə, cihad ləfsi ilə
cihad ləfsi ilə iki şey nəzərdə tutula bilər. Cihad ləfsi ilə biri yaradılmış mövcud, baxın, mövcud ma'dum nə deməkdir? Mövcud mövcuddur, ma'dum da yəni qeyri-mövcud. Necə, məsələn, Şeyxülislam deyir, məsələn, rafislərə görə Mehdi nədir? Qeybdə mövcuddur. Bizə görə ma'dumdur, yəni qeyri-mövcud. Ma'dum mövcudun əksidir. Və ona görə şeyx deyir ki, cihad ləfsi ilə iki şey nəzərdə tutula bilər. Biri yaradılmış, yəni yaradılmışsa, yəni nə? Məxluq. Biri yaradılmış, yəni məxluq olan mövcud, digəri də qeyri-mövcud olan ma'dum mənasında iki şey nəzərdə tutula bilər. Və biz bilirik ki, əgər sənin cihad ləfsindən qəsdin qeyri-mövcud olan, qeyri-məxluq olan budursa, biz deyirik ki, bəli, bu yalnız aləmin fövqü üçün mümkündür. Və Allah da aləmin fövqündədir. Cihad ləfsi ilə qəsdin sonradan yaradılmış bir mövcud nəzərdə tutulursa, Allah subhanət hala bundan münəzzəhdir. Çünki Allah subhanət hala xaliq məxluqatından ayrıdır zatı ilə. Və o bu məxluqatı yaradanda öz daxilində yaratmadı. İblis Allahın zatında deyil. Allahu akbar. Bidətçilərə görə iblis və şeytanlar Allahın zatında fırlanırlar. Bu kafirlər hamısı. Biz deyirik ki, Allah subhanət hala məxluqatından ayrıdır. Və Allah subhanət hala məxluqatı öz zatında xəlq etməyib. Və məxluqatı öz zatının kənarında xəlq edib də sonradan məxluqatın içinə daxil olmuyor. Allahın zatı məxluqatının zatından ayrıdır və xaliqin zatı məxluqun zatından ucadadır. Məsələn, belə bir söhbət düşəndə bu məsələ nə? Əhl-i bidədən biri mənə demişdi ki, sənin bu dediklərin ağla ziddir. Hamısı ağla uyğundur, ha. Heç bir ağıl sahibi bu dediklərini inkar edə bilməz. Mən də ona qayıdıb dedim ki, fərz edək ki, mənim bu dediklərim biraz ağla uyğun gəlmir. Amma hər bir halda mənim bu dediklərim, sizin o sözünüz ki var, ha. Allah nə kainatın içində, nə də çölündə. Bu sözdən ağla daha yaxındır. Çünki onlar ki, dedilər, Allah nə kainatın içində, nə də kainatın çölündədir. Bir uşağa bunu dinən. O nə başa düşəcək? Allahın yoxluğunu dilə gətirdin sən. Hər halda bizim sözümüz bu sözü dilə gətirənlərin ağlından ağla daha yaxındır. Və burada, məsələn, bidət əhlinin, yəni bu cihad söhbətini ortaya atmaqda əsas iki dənə qəsdi var. Bir, Allahın zatı ulufunu inkar etmək. Bir dənə də rü'yətullah məsələsini, Allah subhanət halanı qiyamət günü görmək məsələsini inkar eləmək. Yəni, cihad ləfsi ilə onlar bunu ortaya atıblar. Amma elə bir uçurma düşüblər ki, özləri fərqində deyirlər. Bütün gətirdikləri qaydalar, bütün dedikləri sözlər, hamısı onları Allahın yoxluğunu ispat etməyə aparır. Elə bil ki, onlar Allahın yoxluğunu ispat etmək istəyirlər bizə. İndi deyəcəyimə xüsusən fikir verin. Yəni, kim bunu başa düşsə, layiqincə. Bu məsələdə əsas qaydanı götürdü. Hətta deyəcəyim bu məsələni başa düşdüyü üçün kifayətdir. Baxın, əslində belə götürəndə, biz ki dedik cihad, mücməl bir ləfsdir. Bununla mövcud, qeyri-mövcud ma'dum da nəzərdə tutula bilər. Bütün bunlardan sonra bir şey ortaya çıxır. Deməli, cihad, yön, istiqamət, nəzəri, nisbi bir şeydir. Həqiqi var olan bir şey deyil. Və əslində, bu mənada götürsək və onların dediyi kimi, cihadin sonu yoxdur. Siz cihad üçün son tapa bilərsiniz,
Yəni, baxın ha, ümumi mənada. Mövcud olan cihət mənasını son tapa bilərəm. Ərş mövcud olan cihətlərin sonudur. Amma biz dedik ki, cihət ləfsindən tək bu məna qəsd edilmir axı. Qeyri-mövcud da qəsd edilə bilər. Yəni, aləmin fövqü. Bu mənada götürsək, cihət ləfsi nisbi bir məna daşıyır. Yəni, cihətin sonu yoxdur. Fikir verin. Cihətin sonu yoxdur. Bunlara görə də Allah heç bir cihətdə deyil. Deməli, sonu olmayan bir şeydə, var olmayan bir şey yox deməkdir. Sonu olmayan bir şeydə, yəni nədə? Cihətdə, var olmayan Allah yox deməkdir. Çünki cihətin sonu yoxdur. Cihət sonsuzdur. Sən desən, Allah heç bir cihətdə yoxdur. Yəni, sonsuz olaraq Allah heç bir yerdə yoxdur. Allahu akbar kəbira. Bunu başa düşdünüz? Deməli, dərsi başa düşmüsünüz. Və sonra başqa bir şübhə. O da məkan, ət-təhayyüz məsələsi. Ət-təhayyüz, yəni yer tutmaq, məkan məsələsi. Onlar deyiblər ki, Allah Subhanahu taalanın ərşinin fövqündə olduğunu ispat etsə, biz demək oluruq ki, Allah cisimdir. Niyə? Çünki fəlsəfəçilərə görə hər cisim təhayyüzdür. Yəni, yer tutub. Yəni, Allaha məkan verdin. Bu şübhənin cavabında deyirik. Deyirik ki, məkan, təhayyüz məsələsi də, yəni yer tutmaq məsələsi də, eyni cihət ləfsi kimidir. Yəni, mücməl bir kəlmədir. Mücməl. Təfsilata ehtiyacı var. Yəni, sən məkan deyəndə nəyi qəsd edirsən? Onu bizə birinci deməlisən. Ümumiyyətlə, məkan dedikdə, hüdud daxilində, hüdud yəni məhdudiyyət, hüdud daxilində mövcud olan bir yer nəzərdə tutulur. Məkan deyəndə, yəni əsasən nəzərdə tutulan budur. Hüdud daxilində mövcud olan bir şey. Yəni, bugün insanların bu sözdən, məkan sözündən qəsd etdikləri məna budur. Onlar məkan nəyə deyirlər? Bir şeyin ki, hüdudu var, məhduddur, o məkandır. Və onlara görə hər cisim təhayyüzdür. Yəni, məkan sahibidir. Çünki hər cisim onlara görə arazdır. Araz da öz varlığı ilə qaim deyil. Yəni, ayaq üstə durması üçün nəyəsə ehtiyacı var. Yəni, lor dildə məkana. Amma məkan üçün bir də ikinci məna var. Məkan həm də məkansızlıq deməkdir. Fikir ver. Məkan həm də məkansızlıq deməkdir. Yəni, heçlik. İndi onu izah edəcəm. Yəni, məkan ləfsi ilə əslində məkansızlıq da qəsd edilə bilər. Bu halda yenə də aləmin fövqü nəzərdə tutulur. Çünki məkandan qəsdin nədir? Birinci onu araşdırmaq lazımdır. Çünki bunlar Allah bir məkanda ola bilməz və ya siz dediniz ki, Allah bir məkandadır, bunların bizə atdıqları söz, nəzərdə tutduqları məkan nədir? Aləmin fövqü. Çünki biz demirik ki, Allah aləmin içindədir. Biz deyirik, Allah aləmin fövqündədir. Ona görə bunların ibarəsi ilə götürsək, bunların öz sözü ilə götürsək, məkan həm də məkansızlıq anlamına gəlir. Və bu mənada nəzərdə tutulan aləmin fövqidir. Və fikir ver. Bu mənadakı məkan həqiqi olan, məhdud olan demək deyil. Aləmin fövqü məhduddur. Bu mənadakı məkan məhdud da deyil. Qaydanın üstünə xətt çəkdik. Və əslində bu mənadakı məkan məxluqat xəlq olunmamışdan da qabaq var idi. Çatdı? Onda Allah harada idi? Hə? Yox. İstəyirsən buna məkansızlıq dinən, istəyirsən məkan dinən, bu artıq sözlə oynamaq. Fəlsəfəçilərin var, sözlə oynayırlar. Bu budur. Ona da qəsd önəmlidir. Çünki bunlar bizə deyəndə ki,
Siz Allaha məkan verdiniz, məkan nisbət etdiniz. Qəsdləri aləmin fövqidir. Onların qəsdi nədir? Aləmin üstü. Biz onlara deyirik ki, məkan deyəndə siz nəzərdə tuturdunuz ki, məhdud bir şey. Aləmin fövqü üçün hədd yoxdur axı. Hədd yoxdursa, deməli, ora məkan deyil. Hətta məkan adı versəz də, məkansızlıq anlamında bir məkandır. Və bu mənadakı məkan, məxluqat xəlq olunmamışdan da qabaq var idi. Onda Allah harada idi? Çünki bu mənadakı məkanın cihət kimi sonu yoxdur. Yəni də qaydırıq. Sonsuz, sonu olmayan bir şeydə var olmayan bir şey yoxdur. Aydındır. Düz, mən çox şey qeydləmişəm, istəmirəm, yəni dərsi çətinləşdirim. Və son olaraq, axırıncı bir şübhəni qeyd eləmək istəyirəm. O da yerin kürə şəklində olmasıdır. Yəni, belə bir şey ortaya atıblar. Deyirlər ki, yer kürə şəklindədir. Məsələn, biz deyəndə ki, dua edən əllərini ucalıq istiqamətinə qaldırır. Hə. İndi yer kürə şəklindədir. Biri yuxarı qaldırır əlini, biri aşağı qaldırır, biri sağa, biri sola. Belə bir dənə çox axmaq fikir deyiblər. Nəyə görə axmaqdır? Çünki nə Quran bunu təsdiqləyir, nə sünnə, nə ağıl, nə də elm. Hər şey bunu rədd edir. Yəni, məsələn, Quran və sünnəni qoysan kənara, ağıl və elmlə də danışsan, yəni də ağla və elmə müxalifdirlər. Hələm Quran və sünnədən danışmıram. Və bu məsələni, məsələn, müasir dünyəvi alimlər şərhləyiblər. Yəni, yerin üstü, altı, yəni şimal, cənub məsələləri. Və əxi, Şeyxülislam İbn Teymiyyə rəhməhullah, yəni təsəvvürlə ki, 7-8 əsr bundan qabaq öz kitabında bunları deyir. Yəni, yerin kürə şəklində olmasını və onların bu şübhəsini cavablandırır. Hansı ki, eyni ilə bugün coğrafiya alimlərinin dedikləri ləfs ilə eyni üstə düşür. Nə bir kəlmə artıq, nə bir kəlmə əksik. Hansı ki, İbn Teymiyyə rəhməhullah bunu Əl-Arşiyyə risaləsində, həmsinin Kitab-ül Əsma-i və Sifət 2-ci cild 114-cü səhifədə, bir də Fatavada 6-cı cilddə deyir. Eyni ilə Şeyxülislamın dediklərini deyirəm. Şeyx nə deyir? Deyir, bəli, yer kürə şəkillidir. Və yer kürəsi səmanın içindədir. Necə ki, yumurta öz qabığı içində olduğu kimi. Fikir verin, ha. Bunu neçə əsr bundan qabaq. Səma yer kürəsini hər tərəfdən əhatə edib. Və yerin şimalı, cənubu deyəndə alt, üst nəzərdə tutulmur. Bir dənə şey deyim ki, bu deyilənləri bugün dünyəvi alimlər hamısı təsdiqləyir. Yəni, heç bir ixtilaf yoxdur. Yerin şimalı, cənubu deyəndə alt, üst nəzərdə tutulmur. Çünki istər şimal, istər cənub olsun, hamısı yerin üzüdür. Vəçhül ard, yerin üzüdür. Şimalda olan da yerin üzərindədir və başı üstündə səma var. Cənubda olan da yerin üzərindədir və başı üstündə səma var. Yer üzünün aşağısı cənubdur kimi ifadə nə ağılda var, nə elmdə, nə sünnədə, nə də şəriətdə. Yer üzünün aşağısı cənubdur. Belə bir ifadə yoxdur elmdə. Çünki cənub da yerin üstüdür. Vəçhül arz deyil, yerin üzəri deyil. Məsələn, cənubda yaşayanlar yerin üzərində deyil. Cənub da yerin üzəridir. Yerin aşağısı bəs nədir? Şeyx deyir. Yerin aşağısı yalnız və yalnız onun ortası içində olan mərkəz nöqtəsidir. Şeyxülislam deyir ha bunu. Yerin üstü onun hər tərəfindən üstü sayılır. Yerin altı isə yer üzünün altında olan
yer üzünün altında olan yerin mərkəzidir. Və o mərkəzə nisbətdə yerin hər tərəfi üstdür. İstər şimal, istər cənub olsun. Yer üzünün hər tərəfindən, baxa, istər şimal, istər cənub olsun. Yer üzünün hər tərəfindən mərkəzə doğru aşağı sayılır. Mərkəzdən isə istər cənub olsun, istər şimal, hər tərəfdən yer üzərinə doğru yuxarı sayılır. Deməli, şeyx deyir, dünyanın üstündə onun aşağısı anlamı yoxdur. Dünyanın aşağısı yer kürəsinin içərisində olan yerin mərkəzidir. Hansı ki, o mərkəz yerin üstünə nisbətdə, fikir ver, hansı ki, o yerin mərkəzi, yerin üstünə nisbətdə o aşağılığın sonu, nəhayətidir. Ondan sonrası da üst sayılır. Yəni, belə deyim. Fərz eləyək ki, bir insan yeri qazır. Məsələn, şimaldan qazır, fərqi yoxdur, cənubdan qazsın. Hamısı yerin üstüdür. Qazır. Bunların fikrincə belə olur. İnsan yeri qazanda yuxarıdan aşağı gedirsən. Bunların fikrincə, xəyalən deyirəm, yeri qazmaq mümkün deyil ki, sən bunu edəsən. Xəyali olaraq, zehni olaraq bu misalı gətirirəm. Yəni, yerin üstündən qazsan, üstdən aşağı qazmış olursan. Onda elə çıxır ki, altdan çıxanda necə çıxacaqsan? Yox. Mərkəzə nisbətdə hər tərəf üstdür. Bunu elm deyir. Və sən təsəvvürlə Şeyxülislam bunu kitablarında gətirib 7-8 nəsil bundan qabaq. Və nə deyir? Deyir ki, hansı ki, yəni yerin üstündə aşağılıq yoxdur. Belə anlayış yoxdur. Yerin hər tərəfi üstdür. Yerin aşağısı onun mərkəzidir. Və hansı ki, o mərkəz yer üstünə nisbətdə yerin aşağılığının nəhayətidir və son nöqtəsi. O mərkəzdən o tərəfi aşağılıq yox, yenə də üst sayılır. Məsələn, fərz etsək ki, biz yer kürəsinin ən aşağı nöqtəsi olan mərkəzi də yarıb keçdik. Bu zaman bizim mərkəz nöqtəni yarıb keçməyimiz yenə də üst, yuxarı istiqaməti olacaq. Buna elm də deyir. Fikir versən, xülasə, və Şeyxülislam deyir, xülasə, dünya səması yerin fövqündədir. Çünki elə müşahidə ilə götürək, hisslə. Necə Şeyx Əlbani deyir, rəhməhullah. Deyir, bir insan məşriqdən çıxsın, məğribəcən və sonra dönsün, gəlsin, səfərinə başladığı yerə. O, hara gedirsə geçsin, səma onun fövqündədir. Və salam. Və xülasə, dünya səması yerin fövqündədir və onu əhatə edib və dünya səması da dairəvidir. Və digər səma qatları da bu cür. Və kürsü isə bütün bunları əhatə edib. Ərş isə kürsünün fövqündədir. Və bütün kainatın kürsüyə nisbəti balaca bir halqanın səhraya nisbəti kimidir. Kürsü də ərşə nisbətdə bu qədər cılızdır. Ərşin böyüklüyünü isə qadir Allahdan başqa heç bir kəs bilə bilməz. Və ərş bütün məxluqatın və bütün cihətlərin və bütün məkanların son nöqtəsi və nəhayətidir. Ərşdən o yanası məkansızlıqdır və Allah da bütün aləmlərin üstündə olan ərşin fövqündədir. Kifayətdir? Bəs.